Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Savalan Məhəmmədli kəsişməsində 185 sayılı marşrut yolundan cəmi 100 metr məsafədə həm evin, həm də torpağın kubcası olan belə bir gözəl həyət evimiz satışa çıxıb. Bu yağışlı gündə sizi çox gözəl evlər çəkib paylaşım edirik. Zəhmət olmasa videomuzu bəyənin və ev və təqdimatımız haqqında öz rəylərinizi də qeyd etməyi unutmayın. Ünvanı bir daha qeyd edirəm. Savalan Məhəmmədli kəsişməsidir. Çox gözəl, hündür bir məhlədədir. Hər tərəfi yaşayış olan yerdə. Sənədimiz evin də torpağında kubcasıdır. Ümumilikdə 3 sot torpaq sahəsidir. Yerdən 8-9 daş kürsüdə tikilib. Evin heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan, arxa tərəfindən zabordan məsafəsi saxlanılıb. Padvalına sağ tərəfdən girişi var. Həyətin ön hissəsi tamit daşlarla döşənilib, sağ tərəfindən isə boş torpaq sahəsi saxlanılıb. Evin önündə balkon hissə var. Mətbəxdən də birbaşa balkonuna çıxış etmək mümkündür. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hamısı var. Evin arxa tərəfində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub. İndi isə keçək evimizin daxilinə. Həyətinə bir neçə maşın rahat şəkildə daxil ola bilər. Çardağa da girişi var. 4 otaqlıdır, 145 kvadratdır. Qazı, suyu, işığı daimi fasiləsizdir. Kommunallarının hamısı var. Evin altı beton, üstü kəmər, 4 bir tərəfdən də qoşa daşla tikilib. Dəhlizi, mətbəxi və hamam sanitar qovşağı istipoldan ibarətdir. Bura evimizin mətbəx hissəsidir. Dəyərli YouTube izləyicilərim, sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə bizimlə əlaqə saxlayın. Mülkünüzün satışına tez bir zamanda köməklik göstərə bilək. Bura qonaq otağı, otaqlarda pollar laminatdır, kombi xətti də çəkib. Evin qiyməti 123 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılar da olsa, qiymətində də yaxşı bir endirim olunacaq evin sahibi tərəfindən. Bura hamam sanitar qovşaq, aksesuarların hər biri qoyulub. Bura evin yataq otağıdır. Evin tikintisi zamanı həqiqətən də keyfiyyətli və seçilmiş materiallardan istifadə olunub. Bura növbəti bir yataq otağı. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.